Bir neçə həftə əvvəl Dövlət Məşğulluq Agentliyinin sədri cənab Mustafa Abbasbəylinin LinkedIn profilində iş həyat balansı barəsində paylaşımı olmuşdur. Orada o, balansın qorunmasının vacibliyi barəsində fikirləri səsləndirib. Bu fikirlərə cavabda mən video hazırladım və bildirdim ki, Azərbaycan olaraq bizim bu barədə düşünməyimiz hələ tezdir. Daha çox zəhmətkeşliyi təşviq etməliyik. Bu video şərhlər verilib. Sağ olsun Mustafa müəllim, hörmətlə fikirlərimə yanaşıb 6 punktdan ibarət kontrargumentlərini səsləndiribdir. Bu isə videomda mən onların şərh etmək istərdim. Lakin əvvəlcədən bir şeyi dəqiqləşdirmək istəyirəm. Bu cavab Mustafa Abbasbəyliyə deyil. Buradakı fikirlər istedadlı, vətənini sevən, səriştəli, bacarıqlı və Mustafa müəllimin yerinə onun LinkedIn paylaşmalarını edən cavan məmura yönəlibdir. Mustafa müəllim puxtələşmiş, peşəkar siyasətçi və məmurdur. Profilində səsləndirilən kontrargumentlər nə onun hekayə quruculuq stilinə, nə də ki, onun fikirlərinə uyğun gəlmir. Düşünürəm ki, o bunları yaza bilməzdi. Lakin bunu yazan cavan məmura bir sıra perspektivləri göstərmək istərdim. Özüm məmur ailəsində böyümüşəm və qısa da olsa məmur kimi fəaliyyət göstərmişəm. Çox vacib məqamlar var. Gəlin onları bir-bir araşdıraq. Cavan məmur dostum, sən bir tərəfdən yazırsan ki, siz dövlətlərin inkişafı prizmasından yanaşmısınız, mən isə insanların rifahı prizmasından. Sonra da əlavə edirsiniz ki, insanın ölkə üdemini yüksəltmək kimi bir vəzifəsi də yoxdur. Bu, dövlətin vəzifəsidir. Sonuncu fikirdə biz Machiavellini, Baltazar Gracianı dövlətini görürük. Hansı ki, əslində dövlət də deyil, hökumətdir. Dövləti idarə edən kiçik bir qrup insan və onların mənafeyləridir. Məhz onların maraqları hər şeydən üstün tutulan dövlət modelidir. Belə modeldə ayrıca vətəndaşın marağı ümumiyyətlə nəzərə alınmır. Belə dövlətlər indi də mövcuddur. Uzağa da getmək lazım deyil. Böyük ordusu, atom silahı, kosmik gəmiləri olan bir ölkədə sonsuz kasıblıq, primitiv iqtisadiyyat və pultlə televizor istehsal kapasitəsi olmayan cəmiyyətlərdir. Bu Machiavelli dövlətidir. Lakin digər tərəfdən, əziz dost, sən insanın rifahı barədə danışırsan. Burada artıq John Locke sədaları, Ludwig von Mises ideyaları, metodoloji individualizm fəlsəfəsi var. Cəmiyyətdəki hər fərdin rifahına yönələrək bütün dövlətin rifahına nail olmaq perspektivi var. Sən nümunə götürdüyün, təcrübəsini araşdırdığın, uşaqlarını oxutdurmaq istədiyin, özün oxumaq istədiyin bütün ölkələr məhz bu fəlsəfə üzərində qurulubdur. Və məhz belə ölkələrdə iqtisadiyyatın 90%-i məhz insanlar tərəfindən təmin edilir, məmurlar tərəfindən deyil. İndi mənə cavab ver. Sən Azərbaycan üçün hansı dövləti görürsən? Machiavelli yoxsa Locke dövləti? Sonra sən yazırsan ki, insanın bəlli bir ömür müddəti var və ona maraqlı deyil ki, 400 ildən sonra onun ölkəsinin ödəyimi ona xoşbəxt yaşamağa imkan verəcək ya yox. Bəli, əziz dostum, sən insan psixologiyasını düzgün anlayırsan. İnsanlar uzun müddətli düşünə bilmir. Və məhz buna görə siz, yəni ağıllı məmurlar, onlara bədbəxt hadisələr üçün ayırmaları icbari etmişsiniz. Onlar üçün tibbi sığortanı icbari etmişsiniz. Buna görə işsizlik sığortasını icbari etmişsiniz. Eyni bu səbəbdən hər ay maaşımızdan 10% pensiya yığımına məcburən yönəldirsiniz. Çünki bunu məcburən etməsək, heç kim könüllü, nəinki 400 il sonranı, heç 40 il sonranı düşünməz. Məhz bu səbəbdən sənin kimi istedadlı məmurlar insanların bu qeyri-rasional, qısa müddətli düşüncə qurbanına çevrilməsin deyə seçim arxitekturasını elə qurur ki, sadə vətəndaş düzgün seçimlər etməyə məcbur olsun. Eyni ilə iş həyat balansı məsələsində də siz düzgün iş etikasını, düzgün iş fəlsəfəsini təşviq etməlisiniz. Bəli, iş həyat balansı bəlkə Almaniyada vacibdir. Lakin Almaniyada məhsuldarlıq bizdən 11 dəfə daha çoxdur. 11 dəfə. Biz Almaniyanın 11 dəfə daha az məhsuldar olan vaxtlarına geçsəydik, orada kimsə well-being və iş həyat balansı barədə danışardırmı? Sən postunda çoxlu Avstriya və Almaniya iş qrafikləri barəsində danışırsan. Bizim haramız müasir Almaniya və ya Avstriyaya oxşayır ki, gəlirik ən sevdiyim hissəyə. Əzizim, sən yazırsan ki, insan həyatındakı ali məqsədi yəqin ki, xoşbəxt bir həyat yaşamaqdır. Bağışla, amma nə mən, nə də Maslow səninlə razılaşmırıq. İnsanın ali məqsədi özünün maksimum potensialına çatmaqdır. Bu dünyada özünü realizə etməkdir. Xoşbəxtlik məqsəd deyil, yoldur. Həmin bu maksimal potensiala çatmaq üçün yol qət etmək lazımdır. Bu yolda çoxlu problemlər var.
İnsan bu yolu asan keçdikcə xoşbəxt, çətin keçdikcə bədbəxt olur. Və məhz bu yolun daha rahat keçirilməsində sənin, əziz məmur dostun, böyük vəzifən var. Sən təqaüdçünü 16 idarədən arayış gətirməyə məcbur edib onun həyatını cəhənnəmə döndərə bilərsən. Ya da ki, dövlət orqanları ilə inteqrasiya edib bütün məlumatları vətəndaş olmadan özün alıb ruhuna dua oxutdura bilərsən. Sən çox yaxşı bağça və məktəb düzəldərək valideynin fokusunu daha çox işinə yönəldib iqtisadiyyatın artmasına təsir edə bilərsən. Sən ədalətli məhkəmə, hüquq mühafizə orqanlarını elə qura bilərsən ki, vətəndaş özünü bu ölkədə qorunmuş və lazımlı hiss etsin və uzun müddətli qalaraq burada yaratmaq istəsin. Və bunların əksini də edə bilərsən. Sən hansını seçirsən? Əziz məmur dostum, sən yazırsan ki, insanlar boş vaxtlarında iqtisadiyyat üçün ən önəmli olan amili istehlaki formalaşdırır. İnsanlar siz dediyiniz kofe shoplara getməyə vaxt olmasa sahibkarlıq inkişaf etməz. 6 günlük iş həftəsi edən kimi bölgələrdəki bütün otellərimiz iflas edər. Bağışla. Amma iqtisadiyyat üçün ən önəmli amil istehlak deyil, istehsaldır. Biz çox balaca və çox kasıb ölkəyik. Çin kimi nəhəng belə daxili istehlaka keçə bilmir. Çünki iqtisadi sıçrayış üçün ona öz ölkələri daxilində qaldıra biləcəkləri vəsait Avropa və ABŞ-dən qat-qat azdır. Eyni ilə Azərbaycanda. Kolumbiya qəfəsini İtaliya avadanlığında presləyib, Çin keramik qablarına süzülmüş amerikanonu türk resloları üzərində oturub içərək biz heç bir halda Azərbaycanın iqtisadiyyatını artırmırıq. Və buna xərclədiyimiz 10 manatdan yerli sahibkarlara heç 1 manat da qalmır. Qazandığımız pulların 90%-i başqa ölkələrin rifahına yönəlir. Və mən ümumiyyətlə o gündən qorxuram ki, Azərbaycan otelləri bizim daxili bazarda kifayətləcə qədər balaca olsunlar. İqtisadiyyat üçün qat-qat daha yaxşı olardı ki, həmin bu kofe shoplarda və otellərdə Azərbaycandan hər il gələn 40 milyon xarici turist olsun. Sən hansını seçirsən? 100 min Azərbaycanlı kofe shop alüdəkisi, yoxsa 40 milyon Azərbaycan alüdəkisi olan xarici turist? Əziz dostum, sən sonra yazırsan ki, çox işləmək əmək məhsuldarlığına müsbət təsir edir fikri də başqa bir sualdır. Burada rəhmətli Steve Jobsun məşhur kəlamını xatırladırsan bizə. Работать нужно не 10 часов, а головой. Mən əminəm, sən bilirsən ki, Azərbaycan iqtisadiyyatının ən böyük hissəsi əl zəhməti ilə təmin edilir. Neftçisi, fermeri, pambıqçısı, qəssabı, dülgəri, mexaniki, xadiməsi, aşpazı, sürücüsü, qaynaqçısı, inşaatçısı bir gün əllə işləməsə, Azərbaycan dayanar. Biz heç zaman avtobus sürücüsünə başı ilə pul qazanmaq məsləhəti verə bilmərik. Onun işi bizi hər gün evimizdən salamat olaraq işimizə, təhsil ocağımıza çatdırıb, axşamlar eyni ilə evimizə, obamıza, yaxınlarımıza qayıtmağı təmin etməkdir. Onun yeganə daha çox pul qazanmaq imkanı daha çox saat işləməkdən ibarətdir. Daha çox baş işlətməkdən deyil. Niyə avtobus sürücüsü barədə danışdım? Çünki sonda sən bunu deyirsən. Biz iş həyat balansı deyəndə özümüzü deyil, səhər saat 6-da marşrut xəttinə çıxıb, gecə saat 12-də evinə qayıdan avtobus sürücülərini nəzərdə tuturuq. Əzizim, Azərbaycanda avtobus sürücüsü 9 manat maaş alır. Bunun 25%-ni siz sosial ayırmalara götürürsünüz. Gələn ildən 14% gəlir vergisi qayıdır onlar üçün. Sonra 18% ədəvi onun aldığı hər məhsula tətbiq edilir. Ona qalacaq vəsait bunun yarısı olur, 450 manat. Bu qazancı o, sən istədiyin kimi iş həyat balansını qorumaqla əldə edə bilər. Deyək ki, bu sürücü yüksək dəyərli kişidir, ailə başçısıdır. Yoldaşını və uşaqlarını qorumalı və təmin etməlidir. Əlavə olaraq bu avtobus sürücüsü vətənpərvərdir. Ən azı 2 uşaq istər ki, Azərbaycan əhalisi azalmasın. Ailəsi üçün məqbul həyat keyfiyyətini əldə etmək üçün o overtime işləyir. Səhər 6-dan gecə 12-yə kimi. İndi onun rəisi sənin bu yazını oxuyub iş həyat balansının qorunması xətrinə overtime-ı qadağan edir. Deyir ki, Mustafa müəllim icazə vermir. 450 manatını al, get uşaqlarla kofe shopa apar. Get hotellərdə istirahət elə. Balansını qoru. Səncə bu sürücünün həyat keyfiyyətini artırar? Uşaqlarına ayda bir dəfə ət yedirdə bilməyən ata necə olar? Xəstə ailə üzvlərinə dərman ala bilməyən ailə başçısı necə olar? Qadının 3 dəfə təmirdən çıxmış, lakin yenə də zədələnmiş ayaqqabısı ilə yağışlı havada gəzməsi kişiyə necə təsir edər? Kişinin cəhənnəmi budur. Kişinin burnout-u budur. Çoxlu işləmək deyil. Əziz dostum,
Həyat Steve Jobsun sitatlarını iPhone-da oxumaqdan daha çətindir, daha qəlizdir və heç bir möhtəşəm uğur asanlıqla gəlmir. Bir həqiqət hər zaman, hər ölkədə, hər mədəniyyətdə, hər dildə aşılanır. Bu həqiqət zəhmətkeşlikdir. Sən mənə yazmışdın ki, sizin bütün islahatlarınız, Covid, müharibə və post-müharibə dövründəki fəaliyyətinizin inanılmaz dərəcə zəhmət hesabına həll olunubdur. İndi iqtisadiyyatımızı da 10 dəfə böyütmək üçün hər bir vətəndaş, yəni mən, daxil olmaqla eyni əzmkarlığı göstərməlidir. Eyni sənin kimi. Çünki çətin yollar gözəl yerlərə aparır. Sonda mənim dəvətimi qəbul edərək Mustafa müəllimə podkast çəkdirməyə razılıq verdiyi üçün təşəkkür edirəm. Şans Medianın bu gözəl məkanında dostumuz İlqar Mehdi moderatorluğu ilə Azərbaycanda iş etikası və məşğulluq fəlsəfəsinə dair fikir mübadiləsi etməyə bir daha dəvət edirəm.